Ona görə alimlər hədisin bu yerindən hansı qaydanı istinbat ediblər? Deyiblər ki, la vacibə ma'al aciz. Acizlik halında vaciblik hökmü qüvvədən düşür. Bu fıqh qaydalardan birisidir. Biz bu arada ayrıca müstəqil bir dərs götürmüşük. La vacibə ma'al aciz. Yəni acizlik halında, insanın gücü çatmadığı halda vaciblik hökmü nə olur? Qüvvədən düşür. Dəlil, bu qaydanın dəlili bu hədis. Çünki Allah Resulü Aleyhissalatu vesselam buyurur ki, sizə nəyi əmr elədimsə, gücünüz çatan qədər yerinə yetirin. Deməli, güc çatmasa, o vaciblik hökmü qüvvədən düşdü, düşmədi. Qüvvədən düşdü. Qayda da bunu deyir. La vacibə ma'al aciz. Acizlik halında, güc çatmayanda vaciblik hökmü nə olur? Qüvvədən düşür. Ona görə Allah Azze ve Celle buyurur ki, ayədə fəttəqullah məstəta'tum. Fikir verdiniz, istita'anı şərt qoydu. Gücünüz çatan qədər Allah'tan qorxun. Yuridullahu bikumul yusur və la yuridu bikumul usur. Allah sizə çətinlik istəmir. Sizin üçün asanlıq istəyir. Və mə cəalə aleykum fid-dini min harac. Allah dində sizin üçün heç bir çətinlik etməyib. Heç bir çətinlik yaratmır. Cihadla əlaqəli ayədə Allah Azze ve Celle buyurur ki, وَاَعِدُّوا لَهُمْ مَسْتَتَعْتُمْ مِنْ قُوَّةِ. Onlara, düşmənlərə qarşı gücünüz çatan qədər qüvvə toplayın. Allah Azze ve Celle nəyi əmirlədi? Kafirlərə qarşı ehtiyat toplamağı, güc toplamağı. Amma nəyə bağladı? Gücün çatmağına. وَاَعِدُّوا لَهُمْ مَسْتَتَعْتُمْ. Gücünüz çatan qədər kafirlərə qarşı qüvvə toplayın. Həmçin Həc ayəsində Allah Azze ve Celle buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اِسْتَتَاعَ اِلَيْهِ سَب۪يلًا. Yəni gücü çatan kəsin Allahın evini ziyarət etməsi Allah Azze ve Celle'nin insanlar üzərində olan haqqıdır.